Salam, bir daha hər vaxtınız xeyir. İndi isə 4-cü sinif təkmilləşmə üzrə lisey və gimnaziyaları qəbul sınağı üçün riyazi məntiq suallarını izah eləyəcəm. Deyir, müəllim lövhəyə ədəd yazır. Məsələn, 5, 2 dənə 0, 3, 7, 5, 6, 4. Deyir, daha sonra lövhəyə çıxan 5 şagird hər biri istədiyi bir rəqəmi silir. Ən sonda lövhədə qalan rəqəmlər soldan sağa doğru oxunduqda, yəni soldan sağa doğru oxuyanda alına biləcək ən böyük ədəd olur. Onda belə bir şey var ki, uşaqlar lövhəyə çıxanda, deməli 7-yə qədər, 7-dən əvvəlki bütün ədədləri siliblər. Çünki alına biləcək ən böyük ədəd 7 ilə başlaya bilər. 3-ü siliblər, 5-i, deməli 3-ü siliblər, 0-ı, 0-ı, 5-i siliblər. Bir də bu 4 nəfər əvvəlki ədədi silib. Axırıncı adam da, yəni axırıncı şagird də ən böyük ədədi ala bilmək üçün, mümkün ola biləcək ən böyük ədədi ala bilmək üçün. Bu da 764-dür, 5-i silib. Bunun da rəqəmləri hasili eləyir neçə? 168, yəni doğru cavab olur C variantı. Deyir, Ləman damalı kağızın üzərində aşağıdakı əməlləri yerinə yetirib və doğruluğunu tapdıqdan sonra müəyyən bir hissələri silib. Baxın, bir buranı silib, qaralayıb, bir buranı, bir də buranı. Deyir, indi cavabı tapmaq üçün aşağıdakı əməllərdən hansını qoya bilər? Bu zaman cavabla gedə bilərik. Məsələn, getirib birinci yerə 27, ikinci yerə bölünsün, üçüncü yerə də 12 yazarıq. Məsələn, B variantıdır. 27-dən çıxarıq, 18-i 3-ə böləndə eləyir 6, eləyir 21. Mötərizəni daxil eləyir 21. 21-i də 4-ə vuranda 84, üstünə də 12 gələndə eləyir 96. Deməli, doğru cavabı almış olur 27 böl 12 işarələri ilə. Doğru cavab olur B variantı. 33-cü sualda deyir ki, 6 dost birlikdə kitab almaq istəyirlər. Nurlanın 15, Nəzrinin 20, Səmanın 30, Sevincin 10, Arifin 35, Elayın isə 40 manat pulu var. Sevinc ilə Nəzrinin pullarını birləşdirib eyni kitabdan 6 ədəd ala bilirlər. Sevincin pulu 10 manatdır, Nəzrinin pulu 20-dir. 20 ilə 10-u birləşdirib 30 manat pulları var. Və 6 ədəd kitab ala bilirlərsə 30-u 6-ya bölürəm. Deməli, bir kitab 5 manatdır. Deyir, indi bütün şagirdlərin hamısı puluna neçə kitab almaq olar? Bütün uşaqların kitabı pulu 15, 20, 30, 10, 35, 40. Yəni 150 manat eləyir cəmi. Bir kitab 5 manatdırsa 150-yi 5-ə bölürəm, deməli 30 kitab almaq mümkündür. Doğru cavab olur A variantı. 34-cü sualda isə bizə deyir ki, 12 ədəd deməli muncuğun hamısı abakın 4 çubuğuna hər birində ən azı bir dənə olmaqla bərabər paylanmaq, yəni bir muncuq olmaqla paylanılır. Və burada 4 rəqəmli bir ədəd alınır. Alınan ədədin ən böyüyü ilə ən kiçiyinin fərqi A-dırsa A-nı tapın, A-nın rəqəmləri cəmi tapın. Onda bu deməli 4 dənə hissəyə biz ən böyük ədəd yazmaq üçün, deməli bu ən kiçik ədədlərlə bitməlidir. 1, 2, 3 ilə bitər. Çünki 0 yaza bilmərəm. Bizə deyir ki, ən azı bir dənə muncuq olmalıdır hamısında. Onda burada da 6 dənə olur. Ən böyük ədəd olur 6321. Buna uyğun olaraq ən kiçik ədəd də 1236-dır. Bunu da bir-birindən çıxanda 5085-dir. Rəqəmləri cəmi eləyir 18. Daha sonra 35-ci sualda. Deməli, burada A və B-nin tərəzidə kilosu 8-dir. Çünki tərəzinin qolları bərabərdir. Yəni, A ilə B-nin cəmi 8-dir. A-nın üzərinə 2 gələndə B eləyir. Getirib əvəzləsəm, yəni B-nin yerinə yazsam A üstə gəl 2. A üstə gəl 2 bərabərdir 8-ə. 2A bərabərdir 6-ya, A da bərabərdir 3-ə. A 3-dürsə B ondan 2 artıqdır, yəni 5-dir. Doğru cavab olacaq D variantı. Daha sonra 36-cı testdə baxaq. Deyir, qatar stansiyasına Səməd, Royal və Gülayı elə bir söhbət gedirsə, Səməd, Royal, Gülayı yazıram. Deyir, Səməd Royaldan 3 dəqiqə tez çatır. Səməd Royaldan 3 dəqiqə tez çatırsa, Royal x dəqiqəyə çatanda Səməd x üstə gəl 3-ə çatır. Yəni, bunu belə düşünün də. Məsələn, Royal 5 dəqiqəyə çatırsa, Səməd 8 dəqiqəyə çatır. Yəni, ondan 3 dəqiqə daha gec. Deməli, Royal isə Gülaydan 5 dəqiqə tez çatır. Royal Gülaydan 5 dəqiqə tez çatırsa, Gülay Royaldan 5 dəqiqə gec çatır. Buna uyğun olaraq da deyir ki, Səməd Gülaydan neçə dəqiqə tez çatar? Biri x üstə gəl 3-dür, biri x üstə gəl 5-dirsə, deməli 2 dəqiqə tez çatar. Doğru cavab olur A variantı. 37-ci sualda deyir ki, uzunluğu 30 sm olan ipi 10 bərabər hissəyə bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Deməli, hamısı 3-3-dür. Buradan kəsəndə 1, 2, 3 dənə hissə burada olur, 9. Buradan da kəsəndə 2 hissə bura düşür, 6, deməli 15. 9, 15, 6, yəni D variantı. Daha sonra
38-ci sualda deyir ki, bir qrupda 4 nəfərdən daha çox insan var. Deməli, insanın sayı 4-dən çoxdur. Deməli, deyir ki, hər qrupda da topların sayı da, yəni ki, hər adama düşən topların sayı isə bərabər bölünür və hər adama düşən topların sayı isə, məsələn, bu da eyni olsun, 5-dən böyük olmalıdır. Onda bilirik ki, məsələn, 35-i əldə etmək üçün bizə deyir ki, buna uyğun olaraq toplanan insanların sayı 4-dən çox, hər insana da düşən topun sayı 5-dən çox olmalıdır. Onda i vurulsun n böyük olmalıdır 20-dən. İndi bizə deyir ki, ümumi toplanan sayı aşağıdakılardan hansı ola bilməz. Məsələn, 35-i əldə etmək üçün 5 vur 7 kimi yaza bilərəm və ya 7 vur 5 kimi yaza bilərəm. İnsan sayı 5 də olsa 4-dən böyükdür, 7 də olsa 4-dən böyükdür. Eyni qaydada topun da sayı, hər adama düşən top sayı da 5-dən böyük olmuş olacaq. 40 olanda da 40-ı əldə etmək üçün yazaram, belə deyək də, məsələn, 2 vur 20 yaza bilmərəm. Yazaram, məsələn, 5 vur 8 şəklində, 8 vur 5 şəklində. İkisində də 8 vur 5 yaza bilmərəm, amma ən azı heç olmasa 5 vur 8 şəklində yaza bilərəm. Məsələn, insan sayı 5 olanda, hər adama düşən top sayı 8 olsa, onda 40 dənə top ümumi əldə etmək olar. Eyni ilə burada da insan sayı 6 olanda, top sayı 7 olanda 42-ni əldə etmək olur. Amma 68 məsələn, hansı ədədlərin hasilidir? Tutaq ki, 21 vur 4-dür. İnsan sayı 21 olsa, 4 dənə də top ola bilməz olsun, çünki 5-dən böyük olmalıdır. Və ya 4, deməli, 21 vur 4 yox, bir dəqiqə, səhv yazdım. 34 vur 2 yazaq. Məsələn, 34 dənə insan ola bilər, amma topun sayı 2-dən 2 eləyə bilməz axı, 5-dən böyük olmalıdır və ya 2 34 də yaza bilmərəm. Eyni qaydada, məsələn, 4 vur 17-dir, həm də 17 vur 4-dür. Məsələn, 4 insan sayı 4-dən böyük olmalıdır, ola bilmir. 17 olanda da, onda da top sayı da 5-dən böyük olmalıdır. Yəni, nə olur olsun, 68 heç bir ehtimalda doğru olmur. Nə insan sayında, nə də hər adama düşən top sayında. Ona görə doğru cavab olur D variantı. 39. İçərisində 1-dən 10-a qədər olan fərqli sayda konfet olan 10 dənə çanta var və 5 uşaq arasına hərəsinə 2 dənə çanta düşür. Onda 1-dən 10-a qədər fərqli sayda konfet varsa, yəni bizə deyir ki, 1-dən 10-a qədər bütün ədədləri topla. Yəni cəmi görək neçə dənə konfet var. Deməli 9, 10. Bunu da cəmi eləyəcək 55. Deməli 5, 10, 20, deməli 20, 30, lap belə də bir də toplasaq 30, 40 eləyir 55. Deməli, Arzuya 5 dənə konfet düşür, Bilala 7 dənə konfet düşür, Cəlilə 9 konfet, Həsənə də 15 konfet düşür. Bunların cəmi konfetlərinin sayı eləyir 36. Deməli, Eminin də konfeti, ümumi 55 konfet var, 36-nı çıxaram, eləyəcək 19 dənə konfet, yəni D variantı. 40-cı sualda deyir ki, Murad 5-lik, 10-luq və 25-lik qutulardan satılan şarlardan almaq istəyir. Tam olaraq 70 ədəd şar almaq istəyirsə, Murad ən az neçə qutu almalıdır? Bizə demək ki, bütün qutulardan almaq istəyir. Ona görə biz belə eləyə bilərik. Tutaq ki, 25-lik qutudan 2 dənə alsın, 50 dənə şar eləyir. 10-luq qutudan da 2 dənə alsın, 70 dənə şar eləyir. Və cəmi 4 dənə qutu alsa, bunun tamamlaya bilər. Cavablar içərisində 5 də var, amma 5-i almaq üçün, düzdür, bəlkə 5 yazanlar da var aramızda. Məsələn, 25 vur 2, 10 vur 1, 5 vur 2. Amma bizə demir axı, bütün qutulardan da almaq istəyir. Yəni, bizə deyir ki, 5-lik, 10-luq və 25-lik qutulardan satılan şarlardan. Demir, bunları almaq istəyir. Bunlar satılır. Deyir və bu cəmi 70 dənə şar almaq istəyir və ən az ehtimalda 4 qutu götürə bilər. 41-ci sualda deyir ki, A, B, C, D 4 rəqəmli ədədini 3 rəqəmli ABC ədədinə böldükdə bir dəfə düşür ABC, çıxanda 10 olur, qalıq da qalır nə? D. Deməli, natamam qismət 10 olur bu ədədi bir-birinə böləndə. Qalığım isə olur D. 10 ilə D-nin cəmi 14-dürsə, D rəqəmi neçədir? D də 4-dür də. Yəni, D variantı olacaq 41-ci sualda. Daha sonra 42-ci sualda deyir ki, müəllim lövhəyə aşağıdakı verilən toplama əməlini yazır və şagirdləri həll etmək istəyir. Baxın, görürük ki, 5B, B, üstə gəl 7B, 7-dir. 1A, A, A-dır.
Görürəm ki, 5 ilə 7-ni toplayıb. Bu 12 eləyir normalda. 12 eləyir, amma burada deməli bunların hamısı 2, 2, 2 ola bilməz. Deməli burada bir yadda söhbəti var. Çünki 2 dənə eyni ədədi toplayıb əgər 2 eyni ədədi toplamışamsa, B-ni toplayıb A almışamsa, deməli bu zaman belə deyək də 2 eyni ədədi toplayıb toplayanda yəqin ki, burada bir yadda söhbət olub. Ona görə buna getirib rəqəm qoymaq ən yaxşısıdır. 12 ola bilmirsə, gəlin tutaq ki, 13 olur. Bunu 13 eləyirəm. 13, 3, 3, 3 eləyirəm. Əgər bu 3, 3, 3 olursa, deməli B6 olur. B6 olur. Bu da 6 olur. Həqiqətən də 6-nın üstünə 7 gəlim 3 yazıram. Bir yadda 6 üstə gəl 6, 3, 12, bir də yadda 13, 3 yazıram. Bir yadda bu da eləyir 13. Deməli B olur 6, A olur 3. Bunun da cəmi eləyir 9. Yəni A variantı 42-ci test tapşırığında. 43-cü test tapşırığında bizə deyir ki, aşağıdakı xanalarda 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və 20 ədədləri hər xanaya müxtəlif ədədlər gələcək şəkildə yerləşdirilir. A, B, C, D, Y ədədləri natural ədədlər. Deməli bizə demək istəyir ki, məsələn, nəyəsə vurub bu xana eləyib və bunlar müxtəlif yerləşdirilməlidir. Onda belə bir şey var ki, məsələn, tutaq ki, 2-ni vuraram 7-yə, onlar 14. Düzdür? Məsələn, 2 ilə 7, 2, 14 gedər. 7-yə vuraram. Məsələn, 4-ü 3-ə vurub 12 ala bilərəm. 3-ə vuraram, eləyər 12. 4 ilə də 12 gedər. Daha sonra 6-dan 18 ala bilərəm. 6-nı 3-ə vuraraq 18 eləyər. 6 ilə də 18-i xanaya yerləşdirdim. 10-u 2-yə vurub 20 alaram. 10 ilə də 20 yerləşdi. 8-i də 2-yə vuraram. 16 əldə eləyərəm. Deməli, burada da 8 ilə də 16 yerləşdi. Hamısı yerləşdi. A oldu 7, B oldu 3, C oldu 3. Deməli, D ilə də Y 2-dir. 4, 7, 14, 17. Doğru cavab olur A variantı 43-cü test tapşırığında. 44-cü suala baxaq. Deməli, 44-cü sualda deyir ki, 1, 4, 7, 6, 8, 9 ədədlərinin hamısından istifadə edərək 2 rəqəmli 3 natural ədəd düzəldilir. Bu ədədlərin hasili tək ədəd olarsa, bilirik ki, 3 dənə ədəd düzəldilirsə, 3 dənə tək ədədin hasili tək ədəd eləyər. Ona görə deməli, bunun sonu 1, 7 və 9 ilə bitir. Daha artıq əvvəlinin nə ilə bitməsinin önəmi yoxdur. Əvvəlinin nə ilə başlamağının önəmi yoxdur. Yəni sıranın. Çünki onsuz da toplayanda cəm eyni eləyəcək. Məsələn, 4, 6, 8 olsun. Əsas sonlar tək ədəd olsun. Bu da 197 eləyir. Yəni C variantı. Daha sonra deyir ki, 45-ci sualda bir imtahan nəticəsini qiymətləndirmək üçün 0, 1, 2, 3, 4, 5 və bir də 6 baldan istifadə olunur. 6 baldan istifadə olunur. Bunlar ballardır. Deyir ki, və cəmi 50 nəfər iştirakçı alınır və deyir, hər bal ən azı bir dəfə istifadə olunur. Ən azı bir dəfə hər bal istifadə olunur. Ən azı bir dəfə. Deyir ki, hər bir balı alan şagirdlər, belə deyək də, hər bir balı alan şagirdlərin sayları bir-birindən fərqlidir. Məsələn, 0 alan bir nəfər varsa, artıq 1-i alan bir nəfər yoxdur. 2 nəfər var, bu 3 nəfərdir, bu 4 nəfərdir, bu 5 nəfərdir. 5-i alanda məsələn 6 nəfərdir. 6-nı alanda x-dir. Bizə deyir, çünki 6-nı alanların ən çox. Əgər 6-nı alan ən çox olmalıdırsa, digərləri hamısı ən az olmalıdır. Ona görə 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl, 6 üstə gəl, x bərabər olmalıdır. Nəyə? 50 nəfər iştirakçıya da. Burada da x bərabərdir. 50-dən 21 çıxaram 29-a. Doğru cavab olar C variantı. Kim əgər ki 4-cü sinif şagirdidirsə və bu PDF istəyirsə, mənə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilər. Ödənişsiz şəkildə həmin şəxsə lisey suallarının, yəni belə deyək, şəkillərini göndərə bilərəm. İnşallah növbəti izah videosunda görüşənə qədər sağ olun, salamat qalın.